Bugünkü mövzumuz insan, təbiət və texnologiya yönündə artıq işıqlı düşüncələrlə milli mentalitet, adət-ənənələrimizi bir nəzər salacaq, onun əhəmiyyətini, vacibliyini, bugünə gəlib çıxan aktuallığını qeyd etməyə çalışacaq. Əlbəttə, mentalitet sözünün etimologiyası Latın mənşəlidir. Həyata baxış deməkdir. Dünya görüşünü, düşüncəsini bir millətin, etnosun formalaşdırmağı özündə ihtiva edir. Belə də milli mentalitetin illərlə insanlığın gen yaddaşından, irsi miras kimi gəlib bugünə çıxması özü öyrənilməli bir tədqiqat mövzusudur. Nədən biz bu milli mentalitetlə formalaşan bizim adət-ənənələrimizdə hikmət axtarırıq? Əlbəttə, ən böyük hakim el-aləmdir deyirik. El-aləmin gözü tərəzidir, arifdir, sərrafdır. Onun formalaşdırdığı belə də atalar sözü, bayatılar, dastanlar, ozanlar, eyni zamanda laylalar, bunların hamısı araşdıranda görürük ki, nə qədər xarizmatik, nə qədər mənalı və məna yüklü tarixdən bizə ibrətdir, hikmət demək materialıdır. Onlar dərindən araşdırılanda bugün də çox aktualdır. Bəli, əsrimiz internet əsridir. İnformasiya bolluğu yaşanır. Bu informasiya bolluğunun içində ağıllı internet platformaları günü-gündən sosial şəbəkələrin bir mozaikasını təşkil edir. İnformasiya bolluğudur. Bunun içində milli adət-ənənələrin klassik onun mahiyyətini, o dəyərləri qoruyub saxlamaq, yeni nəsilə ötürmək çox ümdə bir vəzifələrdəndir. Belə də insan dünya göz açanda əlbəttə öncə öz fiziki ehtiyaçları ilə demək əsas bir məsələ kimi gündəmə gəlir. Fiziki ehtiyaclar olmadan növbəti bir mərhələ demək olar ki, düşünmək belə ardıcıllığı özündə saxlayıb demək həll edə bilmir. Necə ki, insan dünya gələrkən öz fiziki ehtiyacları ilə sonrakı və təhlükəsiz və sağlam bir mühitdə həyatını davam etdirməsi, sonra sosial statusunu axtarması və onun ailə səcərəsində özünü tapması, məslək və həyatda bir işin, bir peşənin sahibi olması ilə bir də nə kimi işlər görməsi, bu həyatda özünü formalaşdırması, həyatdan dərs alması, iz buraxıb getməsi kimi məsələləri demək bir insanın yaşamında, yaşam hekayəsində öz əksini tapmış olur. Bunların kontekstində biz bir daha da yanaşsaq ki, milli mentalitet, dəyərlər sistemi, eyni zamanda adət-ənənələrin yaxından öyrənilməsi nə qədər əhəmiyyətli bir məsələlərdir. Biz demək yaxın keçmişdən baxdıqda bizim Novruz adət-ənənələrimiz, eyni ilə oradakı həyata keçirilən ayinlər, onların daşıdığı məna yükü və bugünə qədər gəlib çıxmış həyatla, insanın təbiətlə, texnologiyanı bir-birinə vəhdətini qurur, uyumunu izah edir. İnsan hər şeyi təbiətdən öyrənir. Təbiət hər zaman insana yaxından həm doğmadır, həm öyrədicidir, həm təbiətdə bütün sirləri biz yaxından öyrənərək öz həyatımıza demək şamil edirik və oradan alınan ibrətlər, alınan dərslər belə də insan həyatında mühüm rol oynayır. İndi adət-ənənələrin ən mühüm tərəflərindən biri bizim millətin qonaqpərvərliyidir, böyüyə, ailəyə, ailə dəyərlərini qorumasıdır. Biz hər zaman qonağı hər zaman daha dəyərli tutmuşuq. Ailədə, ailə institutlarında demək böyük kiçik yerini bilmək və ailənin dəyərini bu kimi mənəvi keyfiyyətlərlə yüksəklərə qaldırmaq bizim ən əsas qayəmiz olmuşdur. İnsanlar ağ birçəyi, ağ saqqalı el adət-ənənələrində onların dediyi, onların yerini, çəkisini çox hörmətlə hər zaman
demək möhtərəm bir səviyyədə tutmuşdur. Biz bu adət-ənənələrdən aldığımız dərs bizə yaşadığımız bu müasir dünyada, internet əsrində bir daha da o klassik dəyərləri unutmamağa sövq etdirir. Bəli, internet indi insanları özünə cəlb edib. Burada virtuallaşmada insanlar daha da sosial həyatdan qopurlar, özünə qapanırlar. Bir növ zombiləşmə bir prosesi gedir. İnternetin gətirdiyi bu yeniliklər müasirliklə bərabər bizim qaynar sosial həyatımızın arxa plana demək keçməsi də bugün aktual mövzulardandır. İnsanlar daha çox mehriban, sosial, demək empati, bir-birinə bu kimi insani duyğuları aşılamaqda görürük ki, artıq bu yeni çağın, yeni virtual dünyası nə qədər onu yaxından etkiləmişdir. Biz belə bir çağda, belə bir dünyada yenidən milli adət-ənənələrimizdən, onların bizə verdiyi sətiraltı mənalardan, bayatılardan, dastanlardan, laylalardan, demək qəhrəmanlıq salnamələrindən, eləcə də bizim o sırada Dədə Qorqud dastanımız, Koroğlu, demək qolları, onun yolları, hamısı bizə hər şeyi öyrən, hər şeydən dərs al, ibrət al deyir. Biz qəhrəmanlıq dastanlarında elə uşaqlıqdan, körpəlikdən bizim aldığımız oradan ibrət dərsləri, mərdlik, cömərdlik, eyni zamanda dürüstlük, ədalət, adil bir mühitin həmin dastanlarda təlqin edildiyi demək bariz nümunədir. Eləcə də baxın, biz bir Məlik Məmməd nağılında nağılların gətirdiyi hikmətdə sanki o uşaqlar üçün deyil, böyüklər üçün yazılmış bir ibrətamiz bir demək hikməti vardır. Nədir? Məlik Məmməd həmi digər qardaşlarına görə motivasiyası bunun ondan ibarətdir ki, həm yatasan, həm qızıl almanı dərəsən, bu mümkün deyil. Əgər istəyərsən ki, bir şeyə nail olasan, mütləq əziyyət, mütləq səbir, mütləq məşəqqətli çətinliklərlə, təcrübə ilə demək ayaqlaşmalı olursan. Əlbəttə bizim bu yöndə çoxlu adət-ənənələrin dərin hikməti, dərin məzmunu, sətiraltı mənası hər zaman aktualdır. Belə də Çingiz Aytmatovun belə bir gün var əsrə bərabər əsərində manqurtlaşma siyasəti, o insanların zaman zaman öz soy kökünə, dərin demək keçmişinə, milli kimliyinə təsir edən xeyli eksperimentlər aparılmışdı. Bizim bu sahədə, bu yöndə öz keçmişimizi, milli kimliyimizi, mənəvi dəyərlərimizi qorumağı o qəbildən yazılan əsərlər müstəsna rol oynayır. Belə də insanlar əlbəttə ki, öz səcərəsinə, öz keçmişinə, milli kimliyini axtarmaqda hər zaman maraqlıdır. Çünki öz milli kimliyini, öz etnosunu, mənsub olduğu xalqı, irsi, demək genetikasını araşdırmasa, o hər halda natamamlıq kompleksi yaradır. Və doğrudan da Konfusinin dediyi kimi insan şeirdən ilham alır, rituallarda dayaq tapır, əsl musiqi ilə tamamlanır. Elə musiqilərimiz, folklorumuz, bizim etnosun, milli kimliyin yaddaşıdır, onun demək dəyərlər sistemidir. Folklorlara diqqət etsək, demək şifahi xalq ədəbiyyatı devrindən, sivilizasiyanın ilk təməlindən insanlığa nə qədər dəyərlər aşılamışdır. Biz onların hər birini yallıdan tutmuş, rəqslərdən tutmuş, oyun rituallarından hər birini bayramlarımızla əlaqədar edib dərindən öyrənəndə görərik ki, doğrudan da nə qədər sosiallaşma, nə qədər mehribanlıq və müqəddəslik, adil, dürüstlük, səmimilik, məsumluq aşılamışdır. Və belə də bizim həm folklorumuzun milli adət-ənənələrlə bağlı olması, yaxından öyrənilməsi, gələcək nəslə ötürülməsi artıq bir dəyərlər sistemidir. Onu biz bugün də qoruyub saxlamalı, onların hər birinin ayrılıqda mənasını
öyrənib gələcək nəsilə, gənclərə demək çatdırmağımız çox önəmlidir. Belə də biz götürsək, məsələ toy, nişan, adət-ənənələrimizdə bax, gəlinə taxılan duvağın hikmətini izah etməyə çalışacağım ki, o bir ismət nümunəsi, başı bağlandı deməsi, yeni ailəyə qədəm qoyması, artıq bir ailənin başlanğıcında o duvaq onun həm ismətini, həm namusunu, həm tamlığını, həm bütövlüyünü, həm zərafətini ifadə etməsi nə qədər də ibrətamizdir. Bu kimi hikmətli, bu kimi dəyərli el adət-ənənələri bizim milli mentalitetin bulaq kimi gözündən süzülüb gəlməsi örnək misaldır və yeni nəsilə bugün də öz klassikliyini qoruyaraq bir ərmağandır. Bizim ümumiləşdirərək bu fikirləri belə deyərdik ki, bəli, yeni əsr, yeni nəsil, Z nəsili, X nəsili, alfa nəsili dediklərimiz bu demək qaçılmaz reallıqların içində adət-ənənələrimizi qorumalıdır, ona sahib çıxmalıdır. Biz yaşlı, orta nəsil onların demək ən işıqlı nümunələrini hər zaman həyatımızda, yaşantımızda, folklorumuzda təlqin etməliyik, təbliğ etməliyik ki, daha da məhsuldar, daha da verimli və töhfələri ilə dolu olsun. Ona görə fikrimi tamamlayaraq belə deyərdim ki, işıqlı düşüncələrin izi ilə biz araşdırdığımız bütün fəlsəfi, milli, mənəvi, mədəni dəyərlərin hər biri bizim multikultural, çox demək mədəniyyətlilik demək dəyərlərimizə bir əlavə, bir yeniliklər gətirir, əlavə bir dəyər qatır və bunlar da birlikdə yaşamalığın, insanlığın, humanizmin nə qədər dəyərli, nə qədər bərabərliyi, mehribançılığı, hörməti, mərhəməti və insanlığa xas bütün dəyərləri özündə ihtiva etmiş olur. Odur ki, biz bir daha milli mentalitetimizdən irəli gələn adət-ənənələrimizi bir xana üzərində, xalça tək demək işlənən hər ilməsi bir ibrətamizlik nümunəsidir, bir xarizmadır. Göy qurşağı tək bu gözəlliklər insanlığın gözünü oxşuyur, qəlblərə bir nur kimi çilənir, könülün belə fərah hissi ilə doldurur və bunları öyrənmək gələcəyə yeniliklərlə bərabər internet əsrində bu asosiallıq, get-gedə təcrid, təylik, yalnızlıq demək siyasətində həyata keçirilən xoşa gəlməz bu ünsürlərin fonunda əlbəttə ki, biz keçmişimizə qayıdış, irsi, kökümüzü, gen yaddaşımızı, oradan gələn ibrətamiz dəyərləri qorumağımız nə qədər də aktuallaşır. Və mən bu mövzuda inanıram ki, insan, təbiət, texnologiya bunların hər üçü bərabərdə inkişafdadır. Hər üçü gətirdiyi yeniliklərlə bərabər bizim klassik, konservativ, keçmiş dəyərlərimizi də özündə ihtiva edir və bərabər öyrənilməsində bir ömür boyu insanlığa dərsdir, hikmətdir və sətir altı mənaları ilə bir ibrətdir. Və bunları öyrənib biz nəsil, ziyalı kəsim, yeni nəsilə deməsi, aşılaması, yaxından izah etməsi, onun mənasını daşıdığı sətir altı gözəllikləri ifadə etməsi nə qədər təqdirə layiq bir demək yanaşmadır. Və bu yöndə hər kəsə, bütün ziyalılarımıza bizi əlaqədar edən nə qədər işıqlı insanlar var, bu ortaq məxrəcdə birləşib gələcəyə nikbin baxmaq, xoş məramla bu dəyərləri öyrənmək, mənimsəmək və yaşatmağı üzərimizə bir borc bilirik. O bir öhdəlikdir. Bu nəsildən nəsilə ötürüləcək dəyərlər sistemidir. Bu yolda hər kəsə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.